Allah Azze ve Celle Furqan suresinin sonlarında gerçek iman edenlerin, əsl müminlerin sifetinden danışır. Ve bu geçen ayelerde Allah Azze ve Celle önemli müminlerin 5 sifetine toxunur. Birincisi, Allah yolunda infak eləyəndə, sədəqə verəndə, zekat verəndə, kiməsə yardım eləyəndə nə israfçılıq etməzlər, nə də xəsislik. Çünki həm israfçılıq, həm də xəsis olmaq müminin sifətlərindən deyil. Üçüncü sifət, onlar Allahla beraber başkasını çağırmazlar. Yəni, ibadətdə Allah Teala'ya şərik qoşmazlar. Nə haqsız yerə qan tökməzlər, adam öldürməzlər, nə də zina etməzlər. Bu 5 sifəti az önce oxuduğum ayələrdə Allah Azze ve Celle zikr eləyir və möminlərin xüsusi sifətlərindən olduğunu qeyd eləyir. Allah bizləri həqiqi, səmimi, gerçək iman əhlindən eyləsin. Esselamu Aleyküm və Rahmetullah.